Qardaş 6 hektar şirin bir bağ tapmışam. Bilmirəm bağın harasında başlayım, hardan qutarım. İlk öncə kommunallardan başlayacağam. 2 dənə artizyanı var. Həyətin ümumi 5 hektarın suvara biləcək gücə malik olan bir suyu da var. Və bütün sayğaclarda tam mövcuddur. Qazı, suyu, işığı, interneti, hər bir şəraiti mövcuddur ki, bu bağ haqqında ümumi sizə təqdimat aparsam 5 saat vaxt lazımdır. Çünki 6 hektar elə belə bir vaxt deyil də, yəni dəyərli izləyicilər. Sadəcə sizin 2 dəqiqə vaxtınızı alacağam. İndi isə keçək fermamızdan başlayaq. Qardaş gəl bura. 5 hektar, 6 hektar yerdə elə maraqlı bir yer tapmışam. Bunu şəxsən izləyicilərimə göstərməsəm qəbahət olar, sözün həqiqi mənasında. Bir daha xatırladım. Fermaların iri buynuzlu heyvanlarımızın saxlanma bir mərkəzi yerdir ki, hansı ki otlanma hissəsi də tam mövcuddur. Çox ideal bir yerdir. Yəni burada təsərrüfatınızı böyüdüb əlavə gəlir ala biləcək möhtəşəm bir yerdir ki, mən ümumi sizə göstərdim. Otunun yığa biləcək bir yeri də var ki, damında ümumi sizə məlumat verəcəm və növbəti hissəsində sizə çəkim təqdim edim dəyərli izləyicilər. Buraysa cüzə saxlamaq üçün bir yerdir. Bizdə kənddə hin deyirik belə bir yerə. Yəqin ki, hər kəs məlumdur. Quş damı deyək ki. Yəni burada bir təsərrüfatın bir özəl bir yeridir. Təsərrüfatdan istifadə edənlər bilər. Bura isə ot və yem saxlanma yeridir. Üstünün örtülüsündən hiss olunur ki, yağışına görə, çolğununa, qarına görə təhlükəsizliyinin belə deyək, malının zərər görmədiyini təmin etmək bir binadır. Açarı üstümüzdə olmadığına görə sizə çəkilişi pəncərədən göstərəcəm. Dəyərli izləyicilər, bura isə yem doğrama yeridir. Bura isə məişət əşyalarının anbarı və maşın saxlamaq üçün kiçik bir qarac yeri və besetkası. İndi isə keçirəm sizə ev haqqında məlumat. Gördüyünüz kimi şirin bir besetkadır. Bu isə şirin bir evdir. Təbii ki, villa deyil, saray deyil, amma fermanın içərisində bir evdir, möhtəşəm evdir. Gəl evimizin içərisindən tanış olaq. Dəyərli izləyicilər, gördüyünüz kimi ümumi sizə belə tanış edim ki, evimizin yataq otaqları bir balaca düzdür, təmirə ehtiyacı olsa da xatırladım ki, ferma üçün ideal bir yerdir. İndi sizə ümumi həyəti ilə bağlı və torpağımızın ümumi çıxarışı, sənədləri və hər bir şey haqqında məlumat verəcəm. Keçək. Lap uşaqlığım yadıma düşdü, dəyərli izləyicilər. Yəqin ki, hər kəs belə bir yerləncəkdə uşaqlığını keçiribdir. Nəysə, yerləncək qalsın qırağa. Sizə 6 hektar ərazidən tanış eləyirəm. Yəni ərazimiz bundan ibarət deyil. Sadəcə ərazimiz çox böyük olduğuna görə içərisində bar gətirəcək qədər qozu, fındığı, şabaldı, alması, alçası və s. Çünki və s. nəyə görə? Vaxtımız həqiqətən məhduddur. Sizin çox vaxtınızı almaq istəmirəm. Ümumilikdə torpağımızın 3 hektar yarımı sənədlidir və yerdə qalan hissəsi isə rəsmi bələdiyyə və zəbti var. Ümumilikdə torpağımız çox idealdır. Turizm üçün də, təsərrüfat üçün də, yəni burada alıb bu torpağı gəlir əldə etmək istək üçün investorlar üçün ideal bir təklifdir. Sezonda tək barı ilə aldığınız məhsulun dəyərindən qiyməti, yəni gəliriniz torpağın elə aldığınız yerdən 3-5 il, 10 ildən sonra yəni bu torpağın qiymətini çıxarda biləcək bir xeyirdir. Bu torpaq, bu ərazi, bu ferma kimə məxsus olsa, səhifədəki nömrə ilə əlaqə saxlaya bilərsiniz. İzləmədə qalın yeni paylaşımlarla.